Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Vlog kanalımda hər birinizi xoş gördük. Bugünkü videomda sizlər üçün bir qədər vlog kanalımda fərqlilik etmək istədim və Novruz şirniyyatlarından olan əsl şəkər çörəyi hazırladım və reseptini sizlərlə də bölüşürəm. Şəkər çörəklərini hazırlamaq üçün 250 qram kər yağımızı qaynadırıq, ayranından, tortasından tamamilə ayırırıq, süzürük və yağımızı soyuducuda qoyuruq qalsın bərkisin. Baxın, yağ bu cür bərk halda istifadə olunmalıdır. Yağımız bərkidikdən sonra ərinmiş kər yağımızın üzərinə 250 qram şəkər pudrası, yəni şəkər kirşanı və bir paket də şəkərli vanil əlavə edirik və yağımız burada bərk olduğu üçün biraz qaşıqla qarışdırıram. Sonra əlimlə biraz yağımızı yumşaltmağa çalışıram. Daha sonra isə mikserlə yavaş-yavaş tam krem halına gələnə qədər və rəngi dönüb ağarana qədər yağla şəkər pudrasını qarışdırırıq. Əgər şəkər kirşanı evinizdə yoxdursa, adi qəndi də üyüdüb bu cür şəkər kirşanı halına sala bilərsiniz. Mikserlə qarışdıra-qarışdıra həm tam krem halına gəlir, həm də rəngi dumağappaq ağarır. Bu cür olduqda bir ədəd yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağını əlavə edirik xəmirə, sarısını isə üzəri üçün saxlayırıq və bir ədəd də bütöv ağlı sarlı iri yumurta içərisinə əlavə edirik. Burada mən bir bütöv yumurtanı əlavə edərkən həmin hissə təəssüf ki çəkilməyib, düşməyib, amma buradan qeyd edirəm və açıqlama bölümündə də qeyd edəcəm. Yəni bir yumurtanın ağı və bir ədəd bütöv yumurta xəmirə istifadə olunur. Birinin sarısını isə üzəri üçün saxlayırıq. Yumurtaları da əlavə etdikdən sonra mikserlə biraz da qarışdırırıq və unumuzu hissə-hissə əlavə edərək xəmirimizi hazırlayırıq. Ümumilikdə bu xəmirə 500 qram un istifadə olunur. 500 qram unda hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 2 xörək qaşığı əskik un eləyir. Və burada qabım kiçik olduğu üçün mən xəmiri əlavə etdim iri bir qabın içərisinə. Sizlər də bu cür edin və əlimlə yavaş-yavaş ovaraq əlimin istiliyi ilə yağımızı tamamilə əridirəm. Və beləcə saata baxıram. Demək olar ki 15 dəqiqə müddətində əlimi dayandırmadan bu cür bunu ovxaladım umacımızı və əvvəlcə biraz quru haldaydı. Ova-ova əlimizin istiliyi ilə də yağ əriyir və gördüyünüz kimi bu hala gəlir çıxır. Bu cür olduqda artıq ovcumuzun içərisindəki baxırıq bunu forma vermək olur, toparlamaq olur və başlayırıq artıq forma verməyə. Və gördüyünüz kimi konus formasında düzəldirik şəkər çörəklərimizi. Və mən 60 qramdan kündələr tutdum. Gördüyünüz kimi 60 qramdan kündələr tutduqdan sonra bunları məsafəli şəkildə listimizə düzürük. Mən burada bir qədər hündür elədim bunları. Çünki şəkər çörəyinin bir xüsusiyyəti var ki, pişərkən biraz sobada yəni yaslanır. Ona görə bir qədər hündür etdim. Amma onu da qeyd edim ki, sırf bu xəmir çox yaslanmır. Mən bu xəmiri ilk dəfə olaraq hazırladım. Köhnə bir qədimi şirniyyat kitabından götürdüm. Əsl şəkər çörəyinin reseptidir. Yəni ərinmiş kərə yağı ilə hazırlanır. Eynən necə orada yazılıbsa o üsulla da hazırladım. Çox gözəl də alındı. Və bişirərkən də qətiyyən çox ərimədilər, çox yaslanmadılar. İndi sonunda özünüz də görəcəksiniz. Ona görə istəsəniz çox hündür qalmasın. Yəni biraz bundan alçaq da hazırlaya bilərsiniz. Hündürlüyünü, yəni çox hündür etməyə də bilərsiniz. Və beləcə hamısına konus forması verirəm, listimizə məsafəli şəkildə düzürəm. Və bu reseptlə məndə 17 ədəd şəkər çörəkləri alındı. Şəkər çörəklərini listimizə düzdükdən sonra orta hissəsində biraz belə çökəklik yaradırıq ki, həmin hissəyə də yumurtanın sarısını əlavə edib bişirəcəyik. Öncədən də sobamızı yandırırıq. Şəkər çörəklərini çox az dərəcəli sobada qətiyyən bişirməyin ki, qalıb qurumasınlar və bir də mütləq diqqət edin ki, 25 dəqiqədən artıq sobada saxlamayın. Çünki 25 dəqiqədən artıq qaldıqda artıq şəkər çörəkləri quruyur. İstəyirsinizsə içərisi biraz yumşaq olsun, onda mütləq öncədən isidilmiş sobada, yəni biraz yüksək dərəcədə sobaya yerləşdirirsiniz və 25 dəqiqədə sobanın ən alt gözündə bişirirsiniz. 180 dərəcədə, yenə də qeyd edirəm, 25 dəqiqədən artıq saxlamayın, bişirin və çalışın üzəri çox qızarmasın. Düzdür, məndə burada bir ikisinin üzəri çox az da olsa qızardı, amma altı qızarmalıdır, üzəri qızarmalı deyil və əsl şəkər çörəkləri bu cür bir qədər çatlamalıdır. Və şəkər çörəklərimiz hazır oldu. İnanın ki, çox dadlı alınıblar, ətri də mətbəximi bürüyüb. Bu üsulla hazırlayın, çox bəyənəcəksiniz.
və qeyd etdiyim kimi quru alınmasını istəmirsinizsə, sobada 25 dəqiqədən artıq saxlamayın və sobanın ən aşağı, ən alt gözündə bişirin. Şəkər çörəklərimizin üzəri xırçıltılı, bir qədər ovuntulu, içərisi isə yumşaq alınıblar. Ərzaqların miqdarını stəkan ölçüsü ilə, qramla hamısını açıqlama bölümündə qeyd edəcəm. Oradan baxıb hazırlayarsınız. Şəkər çörəklərini isti olarkən qətiyyən kəsməyin. Mütləq tam soymasını gözləyin. Altı bir qədər qızardı, götürürük və tam soyduqdan sonra artıq nuş edə bilərsiniz. Göz haqqınızı halal edin. Ümid edirəm ki, bu videonu, bu resepti bəyənərsiniz. Sizlər də hazırlayın. Vlog kanalıma da abunə olun. Dəstəyinizi gözləyirəm. Yeni videolarda görüşmək ümidi ilə hələlik.